Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat dəftərindən səhifə 40 və 41-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 1. Vurğulardan birinin uyğun ədədlərin cəmi və ya fərqi şəklində göstərməklə hasili tap. 999 vurulsun 4 bərabərdir. Mötərizədə 1000 çıxılsın 1, mötərizə bağlandı vurulsun 4 bərabərdir. 1000 vurulsun 4 çıxılsın 1 vurulsun 4 bərabərdir. 4000 çıxılsın 4, o da bərabərdir 3996. Sonra 1302 vurulsun 5. Yaza bilərik. Mötərizədə 1300 üstəgəl 2 vurulsun, mötərizə bağlandı vurulsun 5. 1300 vurulsun 5 üstəgəl 2 vurulsun 5. 6500 üstəgəl 10 bərabərdir 6500. 754 vurulsun 6 bərabərdir. Mötərizə 750 üstəgəl 4. Mötərizə bağlandı vurulsun 6 bərabərdir 750 vurulsun 6. Üstəgəl 4 vurulsun 6 bərabərdir 4500 üstəgəl 24 bərabərdir 4524. Sonra 3998 vurulsun 3 bərabərdir mötərizədə 4000 çıxılsın 2 mötərizə bağlandı vurulsun 3 bərabərdir 12000 çıxılsın 6 bərabərdir 11994. Keçək tapşırıq 2-yə. Vurmanın paylama xassəsindən istifadə etməklə misalları həll et. Gəlin istifadə edərək həll edək. 127 vurulsun 3 üstəgəl 73 vurulsun 3 bərabərdir mötərizədə 127 üstəgəl 73 mötərizə bağlandı vurulsun 3 bərabərdir 200 vurulsun 3 bərabərdir 600. 452 vurulsun 5 çıxılsın 52 vurulsun 5 bərabərdir mötərizədə 452 çıxılsın 52 mötərizə bağlandı vurulsun 5 bərabərdir 400 çıxılsın 5 bərabərdir 2000. Sonra 2512 vurulsun 2 üstəgəl 488 vurulsun 2 bərabərdir mötərizədə 2512 üstəgəl 488 mötərizə bağlandı vurulsun 2 bərabərdir 3000 vurulsun 2 bərabərdir 6000. Sonra 1258 vurulsun 7 çıxılsın 258 vurulsun 7 bərabərdir. Mötərizədə 1258 çıxılsın 258 mötərizə bağlandı vurulsun 7 bərabərdir 1000 vurulsun 7 bərabərdir 7000. 3. Bölünən əlverişli ədədlərin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tap. 3294 bölünsün 6 bərabərdir. 3000 üstəgəl 240 üstəgəl 54 mötərizə bağlandı bölünsün 6 bərabərdir. 500 üstəgəl 40 üstəgəl 9 bərabərdir 549. 1505 bölünsün 5 bərabərdir 1500 üstəgəl bunlar mötərizənin içindədir. Bunlar mötərizədə 1500 üstəgəl 5 mötərizə bağlandı bölünsün 5 bərabərdir 300 üstəgəl 1 bərabərdir 301. Sonra 2093 bölünsün 7 bərabərdir mötərizədə 2100 çıxılsın 7 mötərizə bağlandı bölünsün 7 bərabərdir 300 çıxılsın 1 bərabərdir 299. Sonra 3582 bölünsün 9 bərabərdir. Mötərizədə 3600 çıxılsın 18 mötərizə bağlandı bölünsün 9 bərabərdir 400 çıxılsın 2 bərabərdir 398. 4. İfadələrin qiymətini asan üsulla hesabla. 1415 bölünsün 5 üstəgəl 85 bölünsün 5 bərabərdir. Mötərizədə 1415 üstəgəl 85 mötərizə bağlandı bölünsün 5 bərabərdir 1500 bölünsün 5 o da bərabərdir 300. 2084 bölünsün 4 çıxılsın 84 bölünsün 4 bərabərdir. Mötərizədə 2084 çıxılsın 84 mötərizə bağlı. 2084 bölünsün 4 üstəgəl
Çıxılsın yəni. Çıxılsın 84 bölünsün 4 bərabərdir mötərizədə 2084 çıxılsın 84 mötərizə bağlandı bərabərdir 2000 bölünsün 4 o da bərabərdir 500. Sonra 3222 bölünsün 3 üstəgəl 78 bölünsün 3 bərabərdir. Mötərizədə 3222 üstəgəl 78 mötərizə bağlandı bölünsün 3 bərabərdir. 3300 bölünsün 3 bərabərdir 1100. 15505 bölünsün 7 bərabər çıxılsın. 1505 bölünsün 7 bərabərdir mötərizədə 15505 çıxılsın 1505 mötərizə bağlandı bölünsün 7 bərabərdir 1400 bölünsün 7 bərabərdir 200. 5. Hasili təxmin et. 715 vurulsun 7 2800 çünki təxmin elə deyir. Digərində 548 vurulsun 6 bərabərdir 3000. 1280 vurulsun 5 6000. 4202 vurulsun 8 bərabərdir 33600. 21009 vurulsun 4 48000. 53312 vurulsun 9 450.000. 6. Qisməti təxmin et. 1816 bölünsün 3 təxmin et, yəni yuvarlaqlaşdır. Bölünsün 3 bərabərdir 600. Burada da yuvarlaqlaşdırdığımıza görə 600, 500, 400, 700, 5000 və s. ola bilər. 2395 bölünsün 6 400. 1950 bölünsün 4 bərabərdir 600. 1405 bölünsün 2 bərabərdir 700. 24821 bölünsün 5 5000. 68016 bölünsün 7 100. Keçək səhifə 41-ə. 7. Hasil və qiymət qisməti təxmin etməklə müqayisə et. 2128-i vurarıq 3-ə, təxmin eləyərik 6000. Yəni yuvarlaqlaşdırarıq 6000. Digərində isə artıq yuvarlaqlaşdırırıq deməyəcəm, elə bərabərdir deyəcəm. Biləcəksiniz ki, bu yuvarlaqlaşdırmaq işarəsidir. 412 vurulsun 5 2000. 6000 böyükdür 2000-dən. 1047 vurulsun 4 4000. 452 vurulsun 8 3200. 4000 böyükdür 3200-dən. 1047 bölünsün 5 1000. 7052 bölünsün 6 1200. 1000 kiçikdir 1200-dən. 3286 bölünsün 3 1100. 6218 bölünsün 7 900. 1100 böyükdür 900-dən. 8. Qisməti təxmin etməklə dəqiq cavabın hansı iki ədəd arasında olduğunu tap. Nümunə göstərib 3125 bölünsün 3 3125 bölünsün 3 yuvarlaqlaşdırdıqda 3000 bölünsün 3 bərabərdir 1000. 3125 bölünsün 3 yuvarlaqlaşdırdıqda 3300 bölünsün 3 bərabərdir 1100. 1000 və 1100. 2678 bölünsün 5. 2678 bölünsün 5 yuvarlaqlaşdırdıqda 2500. Yəni birincidə yazırıq. 2500 bölünsün 5 bərabərdir 500. 300 bölünsün 5 bərabərdir 600. 500 və 600. 4854 bölünsün 7.
4200 bölünsün 7 bərabərdir 600. 4900 bölünsün 7 bərabərdir 700. 600 və 700. Hasili və ya qisməti təxbil et və ədəd oxundakı uyğun yeri ilə birləşdir. 1925 vurulsun 7. O hara getdi? Getdi buradakına. Sonra 12, yəni 4045 vurulsun 3 getdi bura. 2967 vurulsun 5 də getdi bura. 2852 bölünsün 7 2 getdi bura. 5260 bölünsün 4 getdi bura. 7090 bölünsün 5 getdi bura. Keçək məsələ 10-a. Lalənin atası qiyməti 14200 manat olan maşın aldı. İlkin ödəniş etdikdən sonra qalan pul 6 ayda ödəmək üçün bərabər bölündü. Lalənin atası hər ay neçə manat pul ödəyəcək? Cavabı təxmini və dəqiq cavabı tap. Birinci 14250-dən 1950-sini çıxarıq. Çünki bu ilkin ödənişdir. Çıxaq, baxaq, hər ay nə qədər verməlidir? Eləyəcək 12300. Sonra 12300-ü bölərik 6-ya, yuvarlaqlaşdırarıq. 12000-6-ya bölərik, eləyər 2000. 12300-ü də 6-ya bölərik, eləyəcək 2050. Təxmini 2000, dəqiq cavab isə 2050 eləyəcək. 14. Dünyanın ən böyük sualtı mağarası Meksikada yerləşir. Mağaranın uzunluğu rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədədin 5-2 hissəsindən 24 metr çoxdur. Mağaranın uzunluğu neçə metrdir? 5-2 hissə nə deməkdir? Yəni 5-ə bölüb 2-yə vurmaq. Yəni yazırıq ifadə 98765 bölünsün 5 vurulsun 2 bərabər 19753. Yəni 5-ə böləndə eləyir. Vurulsun 2 bərabər 39506. Sonra isə 24 metr çoxdur deyir. 10 yer 39506-nın da üzərinə 24 gəlirik, eləyəcək 39530. Cavab 39530 metr. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz doldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.